Bugün sizlərə DİM 20 sınaq biologiyanın 4-cü sınağının izahını verəcəm. Hansı ki, burada bir hüceyrəli, çox hüceyrəli heyvanlar, qurtlar, mollyuskalar və bulmayaqlar tipinə xas testlər var. Öküz soliterinin sikli verilibdir. Deyir, hansı mərhələ aralıq sahibin bədənində gedir. Gördüyünüz bu 6 dənə qarmaq var. 6 qarmaqlı sürfə şəklində daxil olur qara malın mədəsinə. Qara malın mədəsini deşərək qanla əzələlərə gəlir. Əzələdə finnaya çevrilir. 3 finnadır. Finna şəklində əsas sahibə yoluxur. Əsas sahibdə olur 4 şəklində, yəni yetkin fərd. 1 isə yumurtadır. 1 ilə 4 əsas sahibdədir. 2 ilə 3 aralıq sahibdədir. Ona görə C. Növbəti ikinci canlımızın qılcıqları var, sormacı yoxdur, qanı var. Qan damar sistemi olanlar bir qumqurdudur, bir soğulcandır, bir tip zəlzidir. İnsan asqaridi və qaraciyər sorğusunda yoxdur bunlar. Burada soğulcan götürüləcək. Ağız qıllı qurtlar sinifinə daxil olduğu üçün qanı da var. Amma qəlsəməsi yoxdur. Ona görə qumqurdu çıxır. Sormacısı yoxdur. Tip zəlisi də yapışır deyə bu da götürülmür. Növbəti gəldik 3-ə. Deyir, xaslı hörümçəkdə zəhər vəzləri, tor vəzləri və çay xərçəngində yaşıl vəzlər hara açılır? Zəhər vəzləri hörümçəyin çənə çıxıntısına, çənəsinin altına açılır. Tor vəzləri qarıncığın sonuncu bulumudur. Çay xərçəngində də yaşıl vəzlər bığcıqların dibində olur. Buna görə B variantı. Gəmirici ağız aparatına malik olan həşəratlarda yerləşir nələr? Necə gəmirici ağız aparatına malik olan həşəratın başında yerləşir nələri? Deməli, gəmirici ağız aparatı məsələn ola bilər tırtıl kimilərdə, kəpənəyin tırtılında, sonra başqa dana dişi də ola bilər gəmirici ağız aparatı, çərtkədə gəmirici ağız aparatı ola bilər. Əsasən bunlarda dodaqlar olar başında. Neştər nə əlaqə? Başında bütün həşəratların bığcıqları olur. Qolcuqlar da götürə bilərik. Yermə ayaqları başda yerləşmir, xeyser də cücülərdə yoxdur. O zaman 1, 3, 4 A variantı olar. Deyir, buğum ayaqlar hansı yollarla çoxalırlar? Buğum ayaqlar əsasən, belə deyək də, həm yumurta qoymaqla çoxala bilirlər, həm diri bala doğmaqla çoxala bilərlər. Məsələn, əksəriyyəti yumurta qoyur, xərçəng kimilər, əqrəblər diri bala doğur, bu şəkildə. 6. Kələm köpənəyinin bütün ayaqlarında olan buğumların sayı, onun hərəkət orqanlarının sayı ilə hansı nisbətdədir? Hər bir həşəratın ayağı cəmi 5 dənə buğumdan ibarətdir. Bunlar nədir? Çanaq, burma, bud, baldır, pəncə. Çanaq, burma, bud, baldır, pəncə. 5 dənə buğumdan ibarətdir. Kələm kəpənəyi həşəratı, həşəratlar sinifində konkret 6 ayaq olmalıdır. Hər ayaqda 6 ayağın hər birində 5 buğum varsa 30 dənə buğum edir. Hərəkət orqanlarının sayı 6 dənə ayağı, 4 dənə qanadı, cəmi 10 eləyir. 30-un 10-a nisbəti 3-ün 1-ə nisbət eləyir. D variantı. Sonra gələk 7-yə. Açıq sözlərdən istifadə edərək mətni tamamlayın. Deyir, insanda ankilostomos xəstəliyinin törədicisi kimdir? Ankilostoma əyri baş qurtdur. Burada bunu törədən sapqurtlar tipinin nümayəndəsidir. Ankilostoma qurdudur. Ankilostoma insanın hansı bağırsağında? Əsasən nazik bağırsağında parazitlik edir. Nazik. Sapqurt yazdığım 3-dür. Nazik bağırsaq 5-dir. Parazitlik edir. Öküz solterinin necə deyək, əsas sahibi deyə bilərik ki, yəni 1 insandır. Aralıq sahibi 2 isə qaramaldır. Buna uyğun cavab olacaq 3, 5, 1, 2, Y variantı. 8. Onurğasız heyvanların qandamar sistemi haqqında hansı ifadələr deyir? Doğru deyil. Deyir, bəzi nümayəndələrində qandamar sistemi yoxdur. Onurğasız heyvanlarda bəli, təlqəvi qurtlarda 2 dəfə qandamar sistemi yaranır. Digərlərində yoxdur. Birinci doğrudur. Deyir, bəzi nümayəndələr açıq qandamar sistemi var. Bu da doğrudur. Bəzi nümayəndələr qapalı qandamar sisteminə malikdir. Bu da doğrudur. Məsələn, belə qeyd edək, onurğasızlardan soğulcanda qapalı qandamar sistemidir. Amma mollyuskularda açıq qandamar sistemi də ola bilər. Açıq qandamar sistemi olan nümayəndələrdə ağciyər tənəffüs ola bilər. Məsələn, elə göl ilbizidir ki, açıq qandamardır, ağciyərlə tənəffüs edir. Qapalı qandamar sistemi olan nümayəndələrdə traxeya tənəffüsü ola bilər. Traxeya tənəffüsü əsasən həşəratlara aiddir. Həşəratlarda da qandamar sistemi qapalı deyil, hemolimfa. Ona görə səhv ifadə budur. 9. Bizə deyir ki, həzm prosesinin son qalıqları ağız vasitəsilə kənarlaşdırılmayan canlı. Yəni bunlarda necə deyərlər, anal dəlik olandır. Bu da ki, və yaxud da bu canlı heç ümumiyyətlə bütün bədən səthi ilə həzm sistemi yoxdur. Məsələn, hidra ağzınla qidanı geri qaytarır, aktiniyada onu kimi, qaraciyər sorğusuna ağ planari, bunlar bir-birindən eynidir, yastı qurtlardır, bağırsaqda kör qutarır. Amma exnikok və öküz solteri bütün bədən səthi ilə yediklərini xaric edir. Yastı qurtlarda protonefridin gördüyü işi çay xərçəngində nə yerinə yetirir? Yastı qurtlarda protonefrid ifrazat funksiyasını yerinə yetirir. Çay xərçəngində də ifrazat funksiyasını yaşıl və yaxud da koksal vəzlər yerinə yetirir. Şəkildə gördüyümüz birinci ağ planaridir. İkinci qaraciyər sorğusu. Deyir, xüsusi hiss orqanları yoxdur. Təbii ki, bu olacaqdır. 2-yə gedəcək A. Qaraciyər sorğusu.
Sonra oksigeni bütün bədən səthi ilə qəbul edir. Qaraciyər sorğusunun oksigenə ehtiyacı yoxdur. Sonra bədəni kirpikçiklərlə örtüldü. Hər ikisinin bədəni kirpiklərlə örtüldü. Çünki ikisi də kirpikli qurtlar sinifinin nümayəndəsidir. Amma yox, yastı qurtlar sinifi tipidir. Kirpikli qurtlar nümayəndəsi ağ planaridir. Ona görə C ağ planariyə aid olacaq. Ağzı bədənin ön hissəsində yerləşir. Ağzı bədənin ön hissəsində yerləşirsə budur. Çünki bunun bədənində bağırsaqlar 2 dənə idi. Amma bunun ağzı ortadadır. Bir bağırsaq önə, 2 bağırsaq arxaya doğru yönəlir. D variantı bura gedir. Şirin sularda yaşayır. Suda yaşayırsa artıq budur. Və buna uyğun da cavab A variantı. 11. Uyğunluğu müəyyən edin. Ağ planari insan asqaridir. Dodaqlar əsasən olur insan asqaridində. Gözlər olur ağ planaridə. Kirpiklərlə örtülüdür ağ planari. Anal dəliyə malikdir bu. Qida borusu var. Ağız udlaq qida borusu. Hücrə. Bu da olacaqdır yenə insan asqaridində. Cavab olaraq A. Sonra 13. Xaslı hörümçəyin bir üçün xarakterik olanları müəyyən edin. Ümumiyyətlə hörümçəklərdə bığcıq olmur. Bir cüt xeliser olur, düzdür. 2 cür pedipalp deyir. Təəssüf ki, bunlarda 2 cür pedipalp olmur, 1 cüt olur. 4 cüt gözcük var. Bəli, 8 ədəd gözü var. Sadə 4 cüt tənəffüs dəliyi var. Xeyr, bunlarda o qədər deyil. 4 cüt yermə ayağı var. Bəli, ona uyğun cavab 2, 4, 6 C variantı. Gələk 14-ə. Yaşıl evqilin volvokus tək qamçıya malikdir evqilin. 25 xromatoforu ola bilər. Deməli, yenə evqilin. Avtotrof qidalanma hər ikisi üçündür. Armud şəkilli forma volvokusa aiddir. Bir nüvəyə malik olma. Hər birinin bir nüvəsi var, ortaqdır. Sonra 2 qamçıya malik olma volvokusa aiddir. Cavab 1, 2, 4, 6, 3, 5 A variantı. 15. Hansı canlı verilmiş orqanlarından yalnız 2 növünə malikdir? Ürək, qandamar, anus, həssas çıxıntı. Ürək, qandamar, anus, soğulcanda bu getdi. Sonra baxaq nə var? Anus, həssas çıxıntı, dərəcələ kisəsi, gözlər. Məncə nə ürək, nə qandamar, nə anus. Ağ planari olar cavabımız mı, yoxsa yox? Ağ planaridə olacaqdır gözlər. Bizə deyir vermiş orqanlardan yalnız 2 növünə malikdir. Məsələn, göl ilbizi. Göl ilbizin ürəyi də var, qandamarı da var, anusu da var. Ona görə göl ilbizi də çıxır. Burada qaldı insan asqaridir. Qaraciyər sorğusu ağ planari. Əgər qaraciyər sorğusunda olan şeylərdirsə, ağ planari də olar. Çünki bunlar eyni tipin nümayəndəsidir. Ona görə də eyni tipin nümayəndələrdir deyə çıxıram. Birdə dənə qalır insan asqaridir. İnsan asqaridində nə var? Dərəcələ kisəsi olacaq. Bir də anus olacaq. Ona görə C-dir. Gələk 16. Yaşıl evqileyinanın bir orqanoidin daxilindəki bəzi maddələrin miqdarı 3 dəqiqədən bir ölçülərək nəticələr ölçmə ardıcıllığı ilə cədvəldə qeyd olunub. Bu orqanoidin funksiyası nədir? Hansı ki analiz nəticəsində budur ki, nişasta 96 olanda glikoza 4% olur. Bunların miqdarı görürük ki, fərqlidir. Hansı ki görürük bunun bədənində nişasta polimerdir də. 96% olanda glikoza olmur. Az olur. Nişasta az olanda glikoza çox olur. Nişasta azdır, glikoza çoxdur. Və biz buradan zamanla görürük ki, nişastanın maksimumu azala-azala gedir. Monomerin isə faizi isə artır gələndə. O deməkdir ki, bu polimeri monomerə çevirir. Buca həzm edir. Ona görə həzm prosesini həyata keçirər. 17. Uyğun olmayan ifadəni müəyyən edin deyir. Həşəratlar sinifi. Məsələn, Məryəm qurdu xərçəngdir, aid deyil. Tarantul hörümçəkdir, aid deyil. Ona görə 2, 5, 17-də A olar. 18. Şəkildəki həşəratın tam çevrilmə yolla inkişaflarını edənləri qeyri-tam çevrilmə ilə inkişaf edənlərə nisbətini tapın. Burada kəpənəkdir, bu deyəsən arıdır. Çəyirtkə, milçək. Burada çəyirtkə qeyri-tamdır, arıdır, kəpənəkdir, milçəkdir. Bunlar tamdır. Tam çevrilmələr 3 dənədir, qeyri-tam 1 dənədir. Cavab Y. Hansı qurdun aralıq sahibi bir ədəd ayağa malikdir? Hansı qurdun aralıq sahibi bir dənə ayağa malikdir? Bu bir ayağa malik olan göl ilbizidir. Göl ilbizi də qaraciyər sorucusunun aralıq sahibidir. Kalmarın qısa qolcuqlarının sayı sormaca malik olan öküz solterinin bədənində maksimum neçə buğum olar? Deməli, kalmarın 10 dənə qolu var. O 10 dənədən ikisi uzundur. 8 dənəsi qısa. Öküz solterinin isə başında 4 sormaç var. 8 dənə qolcuğu olan kalmarda, deməli 8 dənə də öküz solterinin sormacı varsa, deməli 2 öküz solteridir. Öküz solterində də birində 1000-ə qədər buğum olursa, 2 dənəsində 2000-ə qədər buğum olar. Bu dediyim qolcuq sayını yadınızda saxlayın. Hər hansısa bir imtahanda dimin sualları da düşə bilər. Volvokusun bir hüceyrəsi öz forma və quruluşuna görə hansı canlıya bənzəyir? Xlamidonadaya bənzəyir. Sonra gələk 22-yə.
Qurd sormaçlarının sayı 2'dir. Qan damar sistemi yoxdur, ağzı var, bədəni buğumlu deyil. Sormacı 4'dür, heç bir şey yoxdur, bədəni buğumludur. Sormacı 4 dənədirsə, bu ya belə deyək də len şəkilli qurdlardan öküz solteridir ya da exnikokdur. Digərinin 2 sormacı var, qan damar sistemi də var. Ağzı da var, bədəni də buğumludur. Deməli, bu kim ola bilər? Tip zəlisi olacaqdı. Qan damar sistemi varsa, solucanı çıxıram, çünki solucan sormur ki. Tip zəlisi ola bilər. Ona görə də tip zəlisi olan bircə variantı var. Buna öküz solteri yazmışdıq. Digərinin 2 sormacı var, yalnız ağzı var. Bu da qaraciyər sordusu. Gələk 23-ə. Deyir 15 ağ planari və 15 dişi asqaritdə birlikdə necə yumurtalıq olar? Asqaritdə dişisində 2 cüt yumurtalıq idi, erkəklərdə tək toxumluq idi. Yeganə qurd asqarit idi ki, dişi orqanların, cinsiyyət orqanları sayı erkəklərdən çox idi. 15 dənəsində 30 dənə olacaq yumurtalıq. Ağ planaridə də 1 cüt yumurtalıqdır deyə 15 dənəsində də yenə 30 olacaq. Hərəsində 2. Cəmi cavab olur 23-də 60. Əgər may böcəyinin ürəyi 5 kameradan deyir ibarətsə, onda onun ürəyində cəmi neçə dəlik var? Bu sualı bu şəkildə izah edə bilərəm. May böcəyinin ürəyi 5 kameralıdırsa, düşünün ki, bu şəkildə bunlar onun ürəyində olan kameralardır. Bunları çəkərək təsvir etmək istəyirəm. 1, 2, 3, 4, bu da 5-ci kamera. Hər ürəkdəki kamerada bu şəkildə dəliklər var. Sağdan, soldan, ortadan bu şəkildə. Desək ki, hər kamerada 4 dənə dəlik var. Amma elə müəyyən etməliyik ki, diqqətlə fikir verməliyik ki, bu ortada olan dəlik həm bu, bax, 1-ci kamera, 2-ci kamera, 3, 4, 5-ci kamera. 1-ci kamerada olan, bax, burada gördüyünüz dəlik həm 2-nin, həm 1-in ortağıdır. Deməli, biz hər ürəyin kamerasında 4 dəlik olduğunu nəzərə alsaq, 5 kameralıdırsa 4-ə vuranda 20 dənə kamera eləyir. Amma burada 1, 2, 3, 4 dənəsi ortaqdır. Ona görə 20-nin üstündən 4-ə çıxanda 16 dənə dəliyə rast gəlmək olar. İnfizor tərlikdə olub adi amöbdə olmayan hissələri müəyyən edin deyir. Hissələr silək. Deməli, infizor tərlikdə olub adi amöbdə olmayan nələr var? Baxaq. İfrazat vakolu hər ikisində var, amma tulantı dəliyi təkcə infizor tərlikdə var. Sonra hüceyrəvi ağız, bəli, təkcə bunlarda var. Həzm vakolu hər ikisində var, həzm vakolu. Kirpiklər yalnız infizorda var. 2, 3 və 5-dir. Sonra 26. Hansı qurdun yumurtalarının inkişafı üçün mütləq su mühiti lazımdır? Su mühitinin olması üçün əsasən biz qaraciyər sortusunu götürməliyik. Bir də ağ planari, çünki bunların ağ planari inkişaf edir, suyun içərisində yaşayır. Qaraciyər sortusunda göl ilbizini tapmalıdır. Gələk 27. 3 cüt yermə ayağı var. Bu həşəratlara aiddir. A bura gəlir. 4 cüt yermə ayağı var hörümçəklərə. Ayaq qolcuqları, yəni pedipalplar nəzərdə tutulur. Bu hörümçəyindir. Çənə ayaqlar xərçəngindir. Qərsəmələr də xərçəngindir. Bu şəkildə. Gələk situasiyamıza baxaq. Deyir, parazit qurdun insanın ağciyərinə öksürərək yaradır. İnsan öksürdükdə bəlğəmlə ağız boşluğuna gəlir. Bu hansı parazitdir? İnsan asqaridir. Yastıq qurdlarla müqayisədə bu tipin nümayəndə həzm sistemində ilk dəfə nə yaranıb? Anus. Çünki qida bir istiqamətdə hərəkət eləyir. Başqa nə yarana bilər bunlarda? Dodaqlar yaranıbdır, çünki digərlərində yoxdur. Bir də bunlarla bərabər qida borusu da var. Ağız digərlərində də var. Hansı ki, bunda dodaqlar, qida borusu və anal dəlik yaranıbdır ilk dəfə. Əgər insan bağırsağında parazitlik edən bu qurdlarda cəmi 150 dodaq çıxıntısı varsa, bu erkək fərdlə dişi fərdlərin sayı bərabərdirsə, onda bu qurdlarda cəmi neçə yumurtalıq saymaq olar? Biz bilsək ki, bunların bir dənəsində 3 dodaq var. O zaman 150-ni 3-ə bölərəm ki, görün burada neçə dənə fərd eləyir. 50 dənə fərd var, deməli qurd var. Burada erkəklə dişinin sayı bərabərdirsə, onda 25 erkək var. Erkək, o zaman 25 dənə də dişi var. Erkəklərdə bir dənə toxumluq olur, tək toxumluq. Dişilərdə də cüt yumurtalıqdır. O zaman 25-i 2-yə vuranda cavab eləyər 50.